Efirimiz canlı yayımlanır. 012 497 46 25 studiyaya məxsus nömrədir. Nərgiz Klinikasının baş həkimi, eyni zamanda rəhbəri Məlahət Qəhrəmanova studiyamızdadır. Xoş görürsünüz Məlahət xanım. Çox sağ olun. Necəsiz? Sizin də bayramınız mübarək olsun. Çox sağ olun. Necəsiz? Necə gedir işlər? Şükür Allaha. Mən də bütün ölkəmizi, bütün Azərbaycan xalqını Qurban Bayramı münasibətilə ürəkdən təbrik edir. Hər kəsə bütün arzularının qəbul olmasını Allahdan diləyirdim. Teşekkür ederim. Çok sağ olun. Buyurun. Bugün istəyərdim elə balzamlar da buradayken, geylər də buradayken saç tökülməsinə toxunaq. Çünki saç tökülməsi getdikcə sürətlənirsə, bir çox insanlar qadın kişi fərq etməz, hər hansı bir səbəbdən yaranırsa və bu sürətləndiyi halda insana əsas verir ki, şübhələnək daxili orqanlarda hər hansı bir problem varmı? Dərhal həkim trixoloq axtarır. Amma unuduruq ki, bunun müalicəsini bəzən endokrinoloqlar da edə bilər, terapevt həkimlər, hətta dermatoloq həkimlər var ki, bizim studiyamıza da gəlirlər. Sizin özünüz çox uğurlu nəticələr əldə edirik. Mən keçən verilişimizin birində bir ifadə işlətmişdim, onu biraz sonra xatırladacağım. Çünki istəyərdim elə ilk geylərin, onların təsir mexanizmindən danışaq. Saçlar niyə tökülür? Oradan başlayaq və daha sonra təsir mexanizminə toxunmaq istəyərdim. Buyurun. Təbii ki, qeyd etdiyiniz kimi bir çox amillər var ki, saç tökülməsində həqiqətən də çox mühüm rolu var. Daxili orqanlarda gedən patologiya daimi dərimizdə, saçımızda, dırnaqlarımızda özünü göstərib və virüzə verə bilər. Ümumiyyətlə, biz bilirik ki, dəri və saç xəstəlikləri bugün çox qlobal bir mövzudur. İnsanlar arasında daha çox yayılmış bir mövzudur. Endokrin xəstəlikləri, sinir sistemi xəstəlikləri, mədə-bağırsaq sistemi xəstəlikləri də təbii ki, saç tökülməsində başlıca rol oynayır. Parazitar xəstəliklər, saçın yerli demək olar ki, sebariyalardır, duru sebariya, quru sebariya. Bunların özünün də demək olar ki, birbaşa rolu var. Ümumiyyətlə, saç tökülməsi həqiqətən də çox xoşa gəlməz bir haldır. Çünki insanın ən çox görkəmli, insana ən çox yaraşıq verən demək olar ki, saçlarımızdır. Saçlar hər bir xanım üçün əzizdir və hər kəs daha gözəl saçının olmasını arzu edir. Amma saçların qorunub, onların düzgün qulluğu, onlara düzgün müalicə demək olar ki, hər bir insanın özündən asılıdır. Burada aparılan tək müalicələr deyil və ona olunan qulluq və əlavə olan təsirlər, qıcıqlar, bəzən dəridə olan qaşınmalar, səpkilərin saç tökülməsində də mühüm rolu var. Çünki bəzən irinli sızanaqlar, bəzən gözlə görünməyən göbələk xəstəlikləri də saçın tökülməsində başlıca rolu var. Parazitar xəstəliklər də həmçinin. İnsan orqanizmində yaranan bəzi patologiyalar var ki, bu da saç tökülməsində demək olar ki, mühüm rolu var və saçın demək tökülməsini sürətləndirə bilir. Qadınlarda əksərən hormonal dəyişikliklər, kiçik yaşlı uşaqlarda yeniyetməlik devrində olan saç tökülmələr, bunlar hamısı təbii ki, fərqlidir və hər yaşın öz dövründə müəyyən tökülmələrlə üzləşə bilirlər. İnsan orqanizmində olan dediyimiz patologiyalar ki, daxili vitamin balansının çatışmamazlığı və ümumiyyətlə uzun müddət medikamentoz müalicələrdən istifadə edən insanlarda da bu saç tökülmələri müşahidə oluna bilir. Biz illər boyu saç tökülməsinin demək olar ki, müəyyən təcrübələr aparmışıq, daha çox yeniliklər əldə etməyə çalışmışıq. Tək biz yox, bütün dünya alimləri, bütün dünyanın hər bir ölkədə saç uzmanları, saçla məşğul olan alimlər çoxdur. Amma saç özü o qədər xırda bir mikroorqanizmdir ki, bunun üzərinə o qədər işlədikcə dərinliklərini tapmaq olur ki, buyurun. Bizə təsəlli verən bilirsiniz nədir Məlahət xanım? Saçım töküldü və hamı %100 əmindir və bilir ki, o saç yenidən çıxacaq. Bəli. Ya müalicə edəcək, ya da əkdirəcək. Nə yaxşı ki, bu metodlar var. Amma unuduruq nəyi? Bəli. Mən keçən verilişdə dərmanlara toxundum. İstəyərdim bugün yenə də xatırladım. Ola bilsin, digər verilişimizi izləməyən tamaşaçılar var. Bugün bir daha xatırlatmaq istəyirəm. Əgər hər hansı bir xəstəlikdən əziyyət çəkənlərimiz varsa ki, var insanlar. Xəstəlik deyil, ağrı kəsici olsa belə daxilə qəbul etdiyimiz dərmanların mütləq şəkildə farmakoloji təsirini oxuyun. Məlahət xanım özü də təsdiqləyər. Hər bir həkim bunu təsdiqləyə bilər ki, bütün dərmanların əks təsiri var. Əlavə təsirləri var. İnsan var ki, aptekaya gedir, dərmanı alır, amma onun farmakoloji təsiri, xüsusilə də əks təsirini bilmədən ağrısı var da qəbul edir. Və ya irin iltihab var və s. qarın ağrısı və digər problemləri var. Qəbul edir, amma unudur ki, bəlkə də orada yazılıb ki, saç tökülməsini əmələ gətirə bilər. Başlayır saçı tökülməyə. Qaçır saç tökülməsinə görə müalicə alır. Unudur ki, elə bu dərmanı başqa bir dərmanı serumları alıb çəkirlər. Və ya heç qəbul etməsə, saç tökülməz. Mən istəyərdim xüsusilə geylərə toxunum. O geylərin mənfi təsiri varmı? Varsa nədir? Baxın, burada bunun anotasiyası yazılıb, istifadə qaydası yazılıb, texniki şərti var və burada sertifikatlaşmış
və 100% təbii sözü var. O 100% təbii sözünə əsaslanaraq deyə bilərikmi orada yazılanlar 100% doğrudur? Bəli. Çünki bəzən gizlədirlər. Bəli, gizlədilən o məqamlar o bizə aiddir. Amma burada bu geli istifadə edən hər bir kəs tərkibini nəzərdə tutur. Tərkibini, bəli, hər bir alimin, hər bir ixtiraçının özünə uyğun, məsələn, özünün gizli bir məqamları var. Mən o gizli məqamları demirəm. Mənfi təsiri var, amma bunu gizlədirlər. Yox, burada, baxın, burada təbii üsullarla sözü yazılır və burada da yazılıb bütün bitkilərin adları və onların farmakoloji təsiri və kimyəvi tərkibi. Mən çox gözəl, məsələn, vurğulayırıq ki, biz dərman preparatlarından danışırıqsa, həm təbii vasitələr, istər kimyəvi dərman preparatları, bunların hər biri dərman vasitəsidir. Və orqanizmdə siz dediyiniz kimi mənfi təsiri də ola bilər, bəli, istənilən effektiv təsiri də ola bilər. Baxın, elə bir kimyəvi dərman yoxdur ki, onun tərkibində, onun anotasiyasında mənfi göstəricilər olmasın, əks göstəricilər. Burada heç bir əks göstərici yoxdur. İstənilən hamilə xanımlar, uşaqlar, hər bir kəs bunu istifadə edə bilər. Çünki bunun tərkibində olan antiseptik dərman bitkiləridir, tərkibində vitamin tərkibləri var və bir çox, demək olar ki, bitkilər var ki, burada qarışıqlar bunun üzərində yazılıb. Bunun nə təbii olduğu üçün mənfi təsirləri yoxdur və heç bir kimyəvi qatqısı olmadığı üçün dəriyə heç bir allergik reaksiya vermir və heç bir, məsələn, 5 ilə yaxındır ki, bu satışdadır, amma bunun üzərində mən 7 il demək olar ki, elmi iş aparıb, işləmişik və bu ərsiyə gəlib. Mələt xanım, bu dərmandır yoxsa müvəqqəti? Yox, müvəqqəti deyil. Bu tük əmələ gətirir. Yəni bizim müalicələrdə aparılan bugün nə qədər insanlar istifadə edirsə, düzgün istifadə olunan bu gel və balzam həm yeni tük əmələ gətirir, tökülən tüklərin dibini bərkidir, qaşınma, səpki. Mən bunu buradan əminliklə bu qədər xalqın qarşısında deyirəm. Mən də deyə bilərəm, bugünə qədər heç mənfi təsiri olan insan yazılı şəkildə də müraciət etməyib mənə. Bəli, ona görə demək istəyirəm ki, yəni burada olan təbii ki, sırf saçların bərpasında əvəz olunmaz bir vasitədir. İstənilən, demək olar ki, bunun dərman dediyimiz halda bu əslində həm dərman vasitəsidir, həm kosmetik vasitədir və indi biz bilirik ki, dərman vasitələrinin tərkibində kimyəvi maddə, kimyəvi qatqılar olmalıdır. Bu sırf fitoterapevtik hazırlanmış dərman vasitəsidir. Cərrahi müalicə, əməliyyat özü də bir müalicədir. Bəzən həkimlərlə söhbət edəndə, hətta mənim çox sevdiyim kosmetoloq həkim var, Gülnarə xanım, izləyirsə məni salamlayıram onu. Hər zaman deyərdi ki, İlhamə xanım, kosmetik vasitələr ümumiyyətlə, kosmetik prosedurlar belə müvəqqətidir. Deyirdi, necə müvəqqətidir? İnsanlar gedir, gözəlləşir, burun düzəldir, yanaq, göz, qaş. Deyir, insan orqanizminə toxunacaq olsaq, o zaman insan yaşlandıqca öz təsirini göstərəcək. Bu ayrı bir şey. Çünki orqanizmin inkişaf gedir, geriyə və ya irəli, fərq etməz. Amma gedir, bu dayanmayan bir prosesdir. Söhbət bugünkü gündə prosedurlardan gedirsə, bu proseduranın içinə gellər və dediyiniz o balzamlar ayrı ola bilər. Amma digər spreylər var saç tökülməsinin əleyhinə. Madəm bunların içində yazılır ki, müalicə bitdikdən sonra, yəni bunu istifadə edəcəm, Məlahət gellərindən danışmıram. Həmin o adını çəkmədiyim, amma çox məşhur olan bir spreydir. Bəli, bəli. O sprey istifadəsini saxlayandan sonra əvvəlki vəziyyətimə qayıdacamsa və bunu burada yazırsa, özü də yazır. Bəli. Özü yazır burada, türk dilində yazır. Ki, sən mən istifadə edirsən, yaxşı edirsən. İstədiyin qədər istifadə elə, cibivə bərəkət. Amma bugün istifadəni dayandırdın, saçın töküləcək. Sənin saçın töküləcək. Bu sprey, əgər ona dəlalət edirsə, niyə həkimlər bunu bizə yazır? Gərək mən bunu oxuyum, efirdə göstərim, insanlar da gedib istifadə etdiyi spreyin tərkibinə baxsın. İlhamə xanım, bir dəqiqə. Bax, antibiotikləri istifadə edirik. Bu əks təsir deyil. Bu əlavə göstərişdir. Bu sadəcə, yəni... Yox, bax, indi baxın, hər bir kəs aldığı bir şeyin üzərini oxumalı və... Xoşun gəlir, al deməkdir. Bəli, təbii ki. Baxın, biz antibiotiklərdən, istər vitaminlərdən, istər bütün dərman preparatlarından danışaq. Dərman preparatlarının hər birinin tərkibində əks göstərişi var və anotasiyası var. Xüsusən də, məsələn, qaraciyər öd xəstəliklərində, istər mədə-bağırsaq xəstəliklərində o qədər əlavə təsirləri var. Bəzən dərman preparatını oxuyanda onu heç almaq belə istəmirsən. Amma onun biraz müəyyən hissəsini götürəndə hər bir şeyin bir farmakoloji təsiri və kimyəvi tərkibi var. Mən bu çox gözəl açıqlamadır və o sprey doğrudan da o xəstələr bizə çox müraciət eləyir ki, mən filan dərmanı işlətdim,
işlətdiyim müddətdə saçım dayanmışdı tökülməsi. Amma bir müddət dayandıran kimi başladı saçlarım tökülməyə. Bu mən indi bilmirdim ki, siz bugün bu verilişdə bunu açıqlamalısınız. Bu bir faktdır. Amma həqiqətən də bu cür bu xəstələr istifadə etdiyiniz spreylərin tərkibinə baxın, anotasiyalarını oxuyun. Bu bir faktdır. Bunu mən ixtira etməmişəm, mən yazmamışam. Sadəcə dərman adını qaralamışam ki, reklam olmasın. Düzdür. Açın, oxuyun. Amma bizim məsələn balzamın və bunun tərkibində təbii vasitələr olduğu üçün heç bir əks göstəriş yoxdur və mənim verdiyim müalicələr saçlarımız qalıcıdır. Dəfələrlə bizim xəstələrimizin məsələn görüntüləri var. Yəni bugün xəstələrimiz də müalicə alır. Həqiqətən də o natural müalicə olduğu üçün, kimyəvi qatqılardan olmadığı üçün bizim müalicə etdiyimiz saçlar qalıcı saçlardır. Burada bəzi məqamlar var ki, sırf keçəlləşmiş, tam dazlaşmış saçlar var ki, bunlarda biz uzun müddət 3 ay, 6 ay müalicələr aparırıq ki, sırf saç əmələ gəlir və hər şeydən fərqli olaraq üstünlüyü ondadır ki, bizim saçlar qalıcı olur və tökülmür. Dəfələrlə, məsələn, o dediyim, məsələn, alopesiyalarda, istirdazlaşmış saçlarda, ümumi total tökülmələrdə təbii ki, bizim müalicənin üstünlüyü də elə odur ki, təbii vasitələr olduğu üçün orqanizmdə, məsələn, daxili müdaxilələr də bəzən dediyim o dazlaşmış saçlarda aparırıq ki, bu saçlarda daxili və yerli müalicə aldığı üçün sırf qalıcı saçlardır. Dediyimiz kimi, tək spreylərdən deyir, bir çox, məsələn, inyeksiyalardan istifadə edirlər, müəyyən evdə hazırladıqları yağlı qatqılardan istifadə edirlər, müəyyən özləri üçün hazırladığı maskalardan, prosedurlardan. Bəzən də görürsünüz ki, keçən verilişimizdə də yadınıza gəlirsə, xardaldan danışdılar, sarımsağın çəkilməsindən. Bəzən o qədər lazımsız saça müdaxilələr olunur ki, 4 il, 5 il. Sonradan onların gəlib bərpa olması üçün təbii ki, bizdə aylar lazım olur ki, bu bərpa olsun. Saçın müalicəsi həqiqətən də mürəkkəb bir mövzudur. Yəni, uzun müddətdə tələb edir onun müalicəsi. Vaxt tələb eləyən, ümumiyyətlə, dünya statistikasında 3 aydan 6 aya, 6 aydan 1 ilə qədər saçın müalicəsi aparılır və o tökülmə stepindən asılı olaraq, tökülmə dərəcəsindən asılı olaraq bu müalicələr aparılır. Həqiqətən də saçın mövzusu, qıraqdan baxanda siz dediyiniz kimi hamı fikirləşir ki, saçım tökülür, 3 gün sonra, 1 ay sonra müalicə eləyəcəm, hansısa şampun, yuyucu vasitələrdən istifadə eləyəcəm, saçlarım bərpa olacaq. Belə bir şey olmur. Sevmək lazımdır saçları. Həqiqətən, tək-tək, dən-dən, sevin saçlarınızı. Nazilir və get-gedə bir dəstəkdir bu müalicəyə. Təbii ki, sinir sistemi bütün xəstəliklərdə olduğu kimi saçın müalicəsində də başlıca rol oynayır. Təbii ki, biz bəzi sakitləşdirici vasitələrdən də istifadə edirik. Mən burada qısa bir məqama toxunmaq istərdim. Bizim Azərbaycanın bugün hamı bilir ki, çox zəngin mikroflorası var. Florası var və bizdə aparılan, bizdə olan bitkilər, o qədər dəyərli bitkilərimiz var ki, o bitkilərin tərkibləri düzgün seçimlə müalicələrdə istifadə olunsa, çox demək olar ki, effektiv təsirə malikdir. Adicə nanənin özünü götürək, biz dəfələrlə bir çox bitkilər haqqında danışmışıq. Reyhan özü tərkibinə görə, antiseptik dərman bitkilər siyahısına da daxildir. Həm qida məhsulunda geniş istifadə olunur, nanə özü də qida məhsulunda geniş istifadə olunur. Məsələn, tərpətövün bitkisidir. Bunlar hamısı qidamızda istifadə olunan bitkilərdir. Amma onların dərman bitkiləri kimi, baxın, elmi təbabətdə nə qədər dərindən geniş istifadə olunurlar. Yəni, bu kimyəvi dərmanlardan fərqli olaraq, baxın, illər boyu, eramızdan əvvəl dərman bitkiləri olub, İbn Sənan illərlə, məsələn, yazıb, ümumiyyətlə, Çin alimləri, Yunan alimləri, İran alimləri, ondan başqa Roma alimləri çox demək olar ki, farmakoloji təsirə malik olan dərman bitkilərindən illər boyu, əsrlər boyu yazılıb və bu toplular bugün də var. Amma biz o dərmanların, o bitkilərin dəyərini bugün bilsək, onların necə düzgün istifadəsini eləsək, bunlar daha dəyərli və o kimyəvi qatqılardan daha da qat-qat üstündür. Bir də onu qeyd etmək istəyirəm ki, biz illər boyu daimi xalq təbabətindən, süzgəçdən keçmiş bitkilərimiz var və illər boyu, əsrlər boyu dərman bitkilərindən geniş istifadə olunub. Farmakoloji təsirinə görə və kimyəvi tərkibinə görə aparılan dərman bitkilərinin müalicəsi daha effektlidir və həmin o saydığınız spreylərdən, istər kimyəvi qatqıları olan dərmanlardan daha zərərsiz və daha effektli təsirə malikdir. İbn Sənanın, Hipokratın, istər məsələn Qalenin, bunların apardığı farmakoloji illərlə
qələmlə yazılan topluları bu gün də demək olar ki, xarici ölkələrdə alimlər tərəfindən araşdırmalar aparılır. Hər bir dərman bitkisinin özünə məxsus demək olar ki, orqanizmə təsiri var və insan orqanizmə təsir mexanizmi var. Sadəcə valeriyan bitkisini götürək. Valeriyan bitkisi bugün Qusar, Quba zonasında daha keyfiyyətli və effektiv yetişən bir bitkidir. Bunun tərkibi o qədər məsələn sedativ təsirə, neyroleptik təsirə malik olduğu üçün insanların görün neçə illərdir bu bitkinin məsələn həblərindən istifadə olunur. Yəni ona görə dərman bitkilərinin dəyərini bilmək və onlara düzgün aparılsa daha effektiv nəticə verə bilər. Mən istəyərdim bir daha təkrar edeyim. 7 Azərbaycan patenti, keçən verilişlərimizdə də vurğulamışıq. 4 Evraziya, 1 dünya patentinin sahibidir Məlayət xanım. Dünya patenti burada hər halda hemoqlobin nəzərdə tutulur. Yox, hepatit B. Hepatit B. Qaraciyər müdafiə edici, öd qaraciyər iltihab əleyhinə alınmışdır. Dünya patenti 159 ölkə tərəfindən tanınır və bu ölkələrdə keçərlidir. Elmi praktiki jurnalın orijinal məqalələr və Yaponiyanın International of Science jurnalında da orijinal məqalələr bölümündə dəri xəstəlikləri haqqında geniş məqalələr dərc olunmuşdur. Bir çox xarici ölkələrdə 7-yə yaxın elmi məqalələr dərc olunub. Hal-hazırda Kiyev Sevçenko adına Dövlət Universitetinin elmi işçisi və dissertantıdır. Məlayət xanımın son aldığı patentinizi də təbrik edirəm ona görə. Bu patent qurd müalicəsində əsas da Ləmri əleyhinə Evraziya patentidir. Hər halda bunu başqa ölkələrdən almayıblar. Özünüzdədir? Bəli, təbii ki, özümdədir. Özümüzə xidmət edir. Bəli, özümüzə xidmət edir. Həmçinin də bir də onu qeyd etmək istərdim ki, biz son konferanslarda olan vaxtı Ümumdünya məsələn konferansında bütün alimlər, məsələn botaniklər, bioloqlar olan bir zamanda hətta bizə sual verildi ki, sizin ölkədə bu bizim ümum milli xalq sərvətimizdir, bu bitkilər. Bu bitkilərdən biz düzgün istifadə etsək, bizim bitkilərin dəyəri heç bir ölkədə yoxdur. Çünki bizim floramız çox zəngindir, bizim iqlimimiz çox zəngindir və torpağımızın münbitliyi həmin bitkilərin normal yetişməsi və tərkibinə görə effektiv nəticəsi var. Orada məsələn bir çox ölkələrdə plantasiyalar əkilir və o plantasiyalardan alınan dərman bitkilərindən hazırlanmış dərmanlar bizim ölkəmizdə də təbii ki satışlarda var. Biz onları sevə-sevə alırıq. Amma baxın, bizim ölkəmizdə yetişən dərman bitkiləri təbii, sırf heç bir plantasiyası olmadan hazırlanmış dərman, məsələn, bütün bağlarımızda, dağlarımızda, meşələrimizdə öz güvənimizi azaldıblar. Ona görə ki, bizim bugün hər bir alimin, hər bir kəsin, hər bir Azərbaycan vətəndaşının borcudur ki, bu milli sərvətimizdən dəyərli istifadə edək və bunların dəyərini, qiymətini bilək. Məsələn, bir çox ölkələrə müalicələr üçün gedirik. Bir çox təbii ki, istirahət mərkəzlərinə gedirik və onların sularından istifadə etməyə çalışırıq. Hərdən açığı mən çox heyfslənirəm ki, bizdə o qədər dəyərli, məsələn, Masallıda, Lənkəranda, Qubada, bizim öz, məsələn, Gədəbəydə elə gözəl mineral sularımız var, o qədər gözəl dəyərli bitkilərimiz var. Bunlardan istifadə etməyərək hansısa ölkələrə üz tuturuq. Amma bugün bunlar hamısı bizim milli sərvətimizdir. Hər bir kəs bundan düzgün istifadə etsə, istər sağlamlığımızda, istər həyat tərzimizdə çox gözəl, demək olar ki, kimyəvi dərman preparatlarından çox daha effektiv nəticə almış olarıq. Təşəkkür edirəm. Mən istəyərdim klimaks yaşında olan xanımlara da toxunaq. Çünki onlarda da saç tökülməsi sürətlənir. Hərçənd ki, bu menopauza ilə saç tökülməsinin heç bir əlaqəsi təsdiqlənməyib mənbələrdə. Nəyə görə həkimlər bunu vurğulayır? Əgər xanım müəyyən yaş həddinə gəlib çatıbsa, klimakterik dövrdədirsə, saç tökülməsi müşahidə oluna bilər. Klimakterik dövrdə hamiləlikdən sonra, hətta kiçik yaşlı qızlarda yeniyetməlik dövründə belə o hormonal dəyişikliklə əlaqədar ola bilər. Baxın, klimakterik dövri keçirən qadınların əksəriyyətində istər məsələn yaş həddindən asılı olaraq kistalar, fibromalar, miyomalara rast gəlinir və təbii ki, bu problemləri yaşayan xanımlarda saç tökülməsi müşahidə olunur. Məsələn, endrogen deyirlər ki, ya estrogen, ya testosteronun olması, ya qalxanvari vəz xəstəliklərinin olması, ümumiyyətlə bu kimi hallar, hormonal dəyişikliklər saç tökülmələrində başlıca rol oynayır. İstər qadınlar arasında, istər kişilər arasında müəyyən yaş həddi var ki, orada saç tökülmələr müşahidə olunur. Amma yenə keçən verilişimizdə də mən demişdim ki, yaş həddindən asılı olmayaraq saçın əmələ gəlməsi mümkündür.
Əgər o daxili patologiyalar nəzərə alınaraq aparılır, bizim verdiyimiz müalicələrin əsasında çox vaxt daxili xəstəliklər önəmlidir və durur. Yəni bizim klinikaya yaxınlaşan hər bir pasiyentə, yəni bunu biz heç bir biz aptekdə heç bir yerdə satışa vermirik. Bu yalnız klinika daxilindədir və biz öz pasiyentlərimizə, yəni satış məqsədindən istənilən kəs normal halda, normal saçda hər kəs istifadə edə bilər. Amma müalicə ərəfəsində kimlərin ki, daxili patologiyalar var, hər hansısa problemi var, uzun müddət, məsələn, A vitaminozu olan xəstələr var ki, bunlarda dəridə, saçda olan problemləri var. Dəri səpkilərinin olması, dərinin səpkilərini, düzdür, bu birbaşa, məsələn, quru sebariyalarda, dəridə olan səpkilərdə çox effektiv nəticə verir və səpkilər tez bir vaxtda götürür, qaşınmanı götürür. Amma bəzən daxili orqanlarda gedən patologiyanı nəzərə almadan, bunu 5 gün, 10 gün istifadə etməklə saç əldə etmək olmaz. Məlahət xanım, çox maraqlıdır. Dermatoloq həkimlərimiz, ümumiyyətlə saç tökülməsi və ya dəridə olan hər hansı bir problemə görə sizin genləri, balzamları yazırlarmı? Bəli. Mən son vaxtlarda, məsələn, çox dermatoloqlar bizim klinikaya xəstələri göndərirlər və həmin nəticələri görürlər. Məsələn, qusardan o qədər, məsələn, bu yaxınlarda bir 3-5 xəstə gəlib ki, həddindən artıq həqiqətən də çox dəridə ağır problemlərlə, saç dibində yağlılıq, kəpəyin, qızartının, səpkinin olmasından, yəni tez bir vaxtda, bir ay yarım müddətində dərini sağaltmaq mümkündür. Amma saçın tökülməsini, yeni saçların əmələ gəlməsi üçün ən azından 2-3 ay, 5 ay vaxt lazımdır. Əgər dazlaşmış, qeyd etdiyimiz kimi alopesiyalarda isə 3 aydan 6 aya qədər tam istənilən nəticəni almaq mümkündür və həmin saçların da qalıcı olması bizim üçün daha çox önəmlidir. Bir fikir düşdü yadıma. Stres faktorunu da unutmayam Məlahət xanım. Çünki stres keçirən insan düşünür ki, hə, indi əsəbləşdim, 10 dəqiqə sonra saçım töküləcək. Düşünmür ki, stresi indi keçirirsən 3-4 ay sonra o öz təsirini göstərə bilir. Amma davamlı stres davam eləyərsə, biraz stresdən uzaqlaşmaq üçün nə məsləhət görərdiniz, doktor? Baxın, çox vacib bir məqamdır. Sadəcə saç tökülməsi deyil, stres bütün orqanizmizə də. Baxın, bütün xəstəliklərdə, nevrozlarda, istər, məsələn, gərgin iş rejimi olan insanlarda, daimi əsəbi olan insanlarda təbii ki, saçla bağlı başqa xəstəliklərin oyanması da mümkündür. Ümumiyyətlə, sinir sistemi oyanıqlığı, həddindən artıq əsəblilik, istər mədə-bağırsaq sistemi xəstəliklərində, istər saçda, istər də hər bir xəstəlikdə başlıca rolu var. Baxın, elə insanlar var ki, yeniyetmələr arasında 12 barmaq bağırsan xorasının yaranmasında stres faktoru birincili yer tutur. Ən çox da yeniyetmələr arasında xora xəstəliyinin yaranmasında təbii ki, stresin, əsəbin, gərginliyin birbaşa rolu var. Ona görə də sakitləşdirici, mən belə görürəm ki, Həmə xanım çox geniş əhatə edirsiniz. Gələn dəfə mən sizə yer adamı bitkisi haqqında danışacağım. Çünki onun çox gözəl neyroleptik təsiri var, sedativ təsiri var, sakitləşdirici. Bugün bir xəstəmiz deyir ki, mən o aldığım o yer adamı bitkisindən hələ bu vaxta kimi belə rahat yatmamışdım. Yəni bu sinir sisteminin, məsələn, boyun arxasından çəkilir, o yerli vasitədir. Bu bitkilərdən alınmış bir yağ məhluludur ki, o tərkibinə görə, yəni o sakitləşdirici olduğu üçün deyirəm, biz saç tökülməsi ilə müraciət edən xəstələrimizdə mütləq ondan geniş istifadə edirik. Effektiv təsiri doğru təyin olunsun insana. Çünki indi deyirik, ağrıları var, yata bilmir, indi yuxusuz qalanlar hamısı gəlib. O da ola bilər. Yuxusuz da istifadə edə bilər həmin yağı, sinir sistemi gərginliyi olan insanlarda. Bizdə məsələn yuxu terapiyası, yuxu aparatı fizioterapevtik müalicələr var. O yağdan biz orada da geniş istifadə edirik. Tək məsələn bizim klinikamızda məndən ibarət deyil ki, bizdə 40-a yaxın həkim var. Yəni mən həmişə danışıram, ona görə bunu vurğulayıram. Həkimlərimizin çoxu Moskva təhsilli olduğu üçün, çox rus dilli olduğu üçün biraz çətinlik çəkirlər evinə gəlməyə. Ona görə bizdə aparılan fizioterapevtik müalicələr, nevroloji müalicələr, endokrinoloji müalicələr çox effektiv təsiri var. Bizdə fizioterapiya çox demək olar ki, geniş tətbiq olunur və bu yağlardan, yerli müalicələrdən də biz geniş istifadə edirik. Saçdan danışmışkən, saç qıranlar, saçın qırılıb tökülməsi, ikiləşməsi, uzanmaması, bütün bunlara uyğun profilaktik olaraq nə məsləhət bir deyim mən sizə ki, Demodex ilə məsələn göbələklərin olması çox vaxt saçlarda o qırılmalara gətirib çıxarır. Bəzən tükün dibində
elə bil ki, məsələn, xəstə olub ki, elə bil saçın üstünü kəsmirsən. Amma əslində həqiqətdə deyir, mən saçımı kəsməmişəm. Onlar o qədər, məsələn, fikirləşirlər ki, nəsə qırır. Bəli, göbələkçiklər olan hissələrdə, nahiyələrdə həmin qırılmalar olur. Əgər tükün dibində qızartı varsa, qaşınma varsa, səpki varsa, saçın uclarında istənilən effekti almaq mümkündür. Saç qırılmaları təbii ki, müşahidə olunacaq. Çünki saçın, əgər saç qıranı varsa, mütləq o təmizlənməli və saçın dibindən çıxan yeni saçları zədələməmək üçün həmin o saç qıranlar təmizlənməlidir. Yəni, bunun üçün müəyyən yağlardan bu saat istifadə olunur, müəyyən vasitələr var ki, saç ucuna vurulan yağları mən yəni inkar eləmirəm. Olar. Amma saçın dibinə vurulan yağlar, biz bilirik ki, piy vəzlərinin xəstələnməsi, iltihabı sonradan həmin o yağlılığın artmasına, saçların qırılmasına, tökülməsinə gətirib çıxarır. Bəzən saçın dibində sızanaqlar olur. Bizdə saç aparatı var ki, və onunla baxdıqda saçın dibində olan o mikroskopik müayinədir ki, saç dibi tam görünür. Xəstə özü təcrübə eləyir ki, mənim yanı saçımın dibləri bu dərəcədəmi? Qabıqlı, kəpəkli, yağlılıq bu səpkiləri görə bilmir. İnsan əlini vurur, deyir ki, səpki var. Amma o səpkilər sonradan tük dibinin iltihablaşdırır və tükün demək olar ki, soğanağını zədələdiyi üçün, tükdə olan maddələri tam zədələdiyi üçün saçlar başlayır tökülməyə və qırılmağa. Həmin yağlar, üzr istəyirəm, tıxac yaradır saç dibində. Ona görə də saçı, o çürümüş yağlar saç dibini daha da saçın kökünü zədələyərək saçın tökülməsini sürətləndirir. Elə o tıxac yaranmasına toxunmaq istəyirdim. Çünki bəzən belə bir kəlmə işlədirik, dərim nəfəs almır. Saçda da var mı elə bir məqam? Təbii ki. Saçlarım Təbii ki nəfəs var. almır və ya Bəli, saçda daha çox ona rast gəlinir. Dəri göz qabağındadır, görürsünüz, amma çox vaxt saçın diblərini görə bilmirlər. Və orada nə qədər dərəcədə, baxın, istər bərbərxanalarda, parikmaxer deyək də, bərbərxanadır da, salonlarda, gözəllik salonlarında biz gedirik. Mən başqa ölkələrdə, məsələn, o daraqların yuyulub gözümüzün qabağında sonradan bizə ukladka eləyirlər, yox. Amma bizdə kütləvi surətdə kimin oldu, hardan hara, kimdən kimə, necə gəldi, bunların özü də saçlara zərər verir və saçlar bir müddətdən sonra tökülmə, qırılma, fenlər, bunlar hamısı təbii ki, bizə zərər verə bilir. Gigiyena qaydalarına riayət etmək lazımdır və təmizliyinə xüsusilə diqqət yetirən salonlara getməyiniz tövsiyə olunur. Bunu həkimlər də təsdiqləyir. Biz özümüz təyin edə bilərik, saçlarımız qurudur, yağlıdır və ya qarışıqdır. Təbii ki, hər bir kəs öz saçının yağlılığı. Baxın, 2 gündən elə adam var, deyir ki, səhər başımı yumuşam, axşama saçımın dibləri yağlılığı var. Bu artıq yağlı saçın olmanı göstərir. Bəli. Təbii ki, quru saçlarda ucları görürsünüz ki, dolaşır. Tam, məsələn, biz balzamlardan istifadə edirik. Bir var, bunlar malicəvi balzamlar deyəm. Mən bu balzamları demirəm. Digər balzamlar var ki, biz onu yumşaldıcı vasitə kimi istifadə edirik. Təşəkkür edirəm, Melahat xanım, studiyamıza gəldiyinizə görə. Minnətdaram. Varmı sonda demək istədiyiniz tamaşaçılarımıza? Sonda yenə də hər kəsi bayram münasibətlə təbrik edirəm. Hər kəsə can sağlığı arzulayıram. Saçlarınızı qoruyun. Bəli, təbii ki. Təşəkkür edirəm. Əhmədli qəsəbəsi Məhəmməd Adi